Ədədi silsilədə S11 77 olarsa, A6-nı tapmaq bizdən tələb olunur. Cəm düsturuna görə S11-i biz S11 bərabərdir A1 üstəgəl A11 vuraq 11 bölə 2 şəklində yaza bilərik. Və biz buradan 11 vuraq A1 üstəgəl A11-imizi 2 vuraq S11, yəni 2 vuraq 77 yaza bilərik. İxtisarımızı aparsaq 7 qalar və buradan A1 üstəgəl A11-imizi 14 tapmış olarıq. A1-i saxlayıb A11-i A1 üstəgəl 10D şəklində yazsaq, buradan 14-ə bərabər olar. Bu isə bizdə 2A1 üstəgəl 10D verir ki, 14-ə bərabərdir. A6-nı isə biz A1 üstəgəl 5D şəklində yaza bilərik. Və yuxarıdakı ifadənin hər iki tərəfini 2-yə bölsək, görərik ki, buradan 2A1-i 2-yə bölsək A1 üstəgəl 10D-ni 2-yə bölsək 5D bərabərdir. 14-ü 2-yə bölsək 7 alınır. A1 üstəgəl 5D soruşulur və biz bunu 7 tapdıq.